Salam, mənim gözəl, dəyərli izləyicilərim. Xanımlar, bugün Temu videosundan sizin önünüzdəyəm. İstəyirəm ki, Temudan sifarişlərimi sizinlə bölüşüm, paylaşım. Bunun içərisində daha çox dırnağa aid məhsullar var. Sizinlə paylaşmaq istədim, sizinlə açmaq istədim. Səsim də tutulub, biraz xəstələnmişəm. Biraz allergiyam. Hamısı üst-üstə düşüb, səsim də tutulub. Səsimə görə üzr sayın. Belə, indi keçək açılışını eləyək. Özümə də maraqlıdır ki, görəsən necə gəlib məhsullar. Keçək açılışını eləyək, görək məhsullarım necə gəlib. Bu arada səbirsizlə gözlədiyim digər məhsullarım da var. Bundan əlavə hardasa 3 karqom da gəlməlidir, 3 bağlamam da gəlməlidir. Onlardan biri artıq 1-2 günə çatacaq. Artıq kuryerə təhvil veriblər. İnşallah sabah 1 günə çatacaq. Digərləri isə hələ ki yoldadır. İnşallah onların da hər birini İstəyirdim ki, kargoların hamısını birlikdə yığım, toplam açım, böyük Temu bir alış-veriş olaraq paylaşım. Sadəcə dözə bilmədim. Bu arada bu məhsullar mənə aid deyil. Çox yaxın bir qohumum üçün vurmuşam. Ona görə də məcburam açım və öz sahibinə təhvil verim. İndi keçək açılışa, həyəcanlı anlara. Çox görək. Burada xanımlar, Temudan çox sifarişlərim olmuşdu. Həmişə kuryerə verirdilər və kuryer gətirib evə verirdi. Evə qədər. Amma bu nədənsə özüm getdim kargo şirkətindən götürdüm məhsulları. Nədənsə kuryer gətirib vermədi və mənə mesaj gəldi ki, gəlib özünüz təhvil almalısınız. Bizə də yaxın olan kuryer şirkəti, kargo şirkəti daha doğrusu sürət kargodur. Ona görə də ora təhvil vermişdi və mən də getib oradan götürdüm. Düzdür, pul falan vermədim, amma yenə də yol pulu falan çıxır da gedib götürməyə falan. Amma məhsullar tez gəldi bu arada. Hardasa bir 10 günə gəldilər. Digər məhsullar kimi deyil də, yəni digər məhsullardan tez gəldilər. Bax görək. İlk öncə xanımlar, belə bir səyahət çantasıdır. Bu hardasa xanımlar, bilmirəm qiymətləri inanın ki, o qədər yadımdan çıxıb ki, İnşallah videonu editləsəm, qiymətləri sizinlə bölüşəcəm. Belə bir səyahət çantasıdır. Düzdür, nazikdir, çox nazikdir. Yəni nə dərəcədə keyfiyyətli olar bilmirəm, amma çox nazikdir. Bu nə naziklikdir. Belə. Düzdür, həcmi yaxşıdır, amma çox nazikdir, xanımlar. Nə bilim, qəribədir. Və onun digər bir variantı. Bu da onun digər bir səyahət çantasıdır. Amma bu səyahət çantasının bu yaddaş probleminə görə mən bu videoları çəkə bilmirəm. İnanın ki, o qədər video çəkmişəm. Telefonda yaddaş bərbaddır da. Yəni yaddaş demək olar ki, yoxdur. Yer yoxdur telefonda. Ona görə də videoları editləyə də bilmirəm. İndi videoları qısa-qısa çəkib editləməyə çalışacağam. Belə digər bir çantadır. Səyahət çantasıdır. Bu biraz balaca göründü gözümə. Nəysə. Keçək digər məhsullara. Baxaq bu nədir? Maraqlıdır. Bunu açaq görək bu nədir? Deməli xanımlar, bu deyəsən, səhv eləmirəmsə qolbaqdır. Açaq. Bu nə deyirlər buna? Şahmeran qolbağıdır. Anlamadım bu necə olur, amma qoldan barmağı keçir deyəsən, səhv eləmirəmsə. Belə. Anlamağa çalışacağım. Nəysə, belə bir qolbaqdır. Dayandır. İndi keçirəm növbəti sifarişimə. İndi anamın telefonundan çəkiliş eləyirəm. Çünki öz telefonunun artıq yaddaşı tamamilə dolub. Bunu da açmaq əgər alınsa. Bunların ağzını niyə belə bağlayırlar, maraqlıdır. Xanımlar, bu naushnikdir, qulaqlıqdır.
belə deyim də. Baxın, belə bir qulaqlıqdır. Rəngi çox şirindir, çox tatlıdır. Belə, nə deyirlər, pəmbiş rəngdə qulaqlıq. Belə də ki, adaptörü var. Belə, keçək növbəti sifarişə. Bu da ki, setdir. Bu arada onu da bildirim ki, Temunun aksesuarlarını heç bəyənmirəm. Yəni, irad olaraq bildirim. Yəni, həqiqətən Temunun aksesuarlarını heç, amma heç bəyənmirəm. Bu da belə A hərfli bir sepdir. A hərf. Qızıl rəng. Hə, xanımlar. Yəni, Temunun bəyənmirəm də aksesuarların. 2-3 dəfə aksesuar almışam, amma yəni, qaralıblar. Belə deyim də, qaralıblar. 2-3 dəfə taxmışam və qaralıblar. Ondan dolayı, düzdür, yenə aksesuarlarım var, amma gümüş seçmişəm. İndi bilmirəm, gümüş olanlar da qaralacaq yoxsa yox. Bu da ki, səhv eləmirəmsə üzüklər olmalıdır. Baxaq bunlar necədir. Açmaq problemi olmasaydı. Bunu açım. Yenidən açılırmış. Bu da belə üzüklərdir. Göstərim sizə. Əlimə keçsə. Bir dəqiqə. Çox şirin üzüklərdir. Belə də xanımlar. Göstərə bildiyim qədər. Belə üzüklər heç vaxt taxmıram. Yəni, taxmamışam da. Ona görə də qəribə gəldi. Daha belə incə ilə daha yaxşı görünər məncə bunlar. Belə bunlar ucuz aksesuarları idi. Yəni, sərf eləyir. Sadəcə inşallah qaralmazlar. Bu da neçə? İçərisində 5 ələ gedəcək də aksesuar var burada. Bunlar dırnaq şotkaları, fırçaları. Bu kimi bağlama hamısı aksesuarlardan ibarətdir. Dırnaq aksesuarları, belə aksesuarlar. Bu da açıb göstərmirəm də dırnaq fırçalarıdır. Dırnağa gel vurmaq üçün, bəzək vurmaq üçün belə fırçalardır. Bu nədir baxaq? Nə idi? İnanın 10 gün əvvəl vurduğum şeyi o qədər unuduram ki, bilmirəm ki, nə vurmuşam. Elə unutmaq yaxşıdır ki, açdıqca maraqlı gəlir. İçindən nə çıxacaq deyə. Bu nə idi? Bunu bağlayıblar. Bunu açmıram. Bu səhv eləmirəmsə qaş geli, qaş üçün karandaş olmalıydı. Bu bağlanıb açıb göstərə bilmirəm. Son növbəti məhsula bu nə idi? Bu lakdır. Səhv eləmirəmsə lakdır. 5 nömrə yazılıb, lak olmalıdır. Gel lak üçün lak. Buradan açıqmış. Lakdır. Ağrıya bir lak. Nədir? Bu nə ola bilər? Bu da geldi. Bu da geldi. Gülməyim gəlir xanımlar. Bu nədir? Bu niyə bu qədər balacadır? Çinlilər özləri boyda eləyir məhsullarında. Bu qədər balacadır ki, dırnaq geli. Ona görə də qiymətləri ilə münasib olur da. Bu da ki, səhv eləmirəmsə, öz anlayışımda yoxdur dırnaq məhsullarından. Bu səhv eləmirəmsə yonan başlıqdır. Dırnaq yonan başlıq. Yonmaq üçün başlıq. Belə məhsullarımız bitdi, bu qədər idi. İnşallah növbəti Temu videosunda görüşənə qədər.